Ayağım düşdü. Ağdərəyə gəldim. Uzun yol qət elədik. Fikirləşdik ki, yolda bir yerdə maşınımızı saxlayaq, bir tikə çörək yeyək. Çox fırlandıq. Axırda bu Qabartı çayının üstündən, səhv eləmirəmsə Qabartı çayının üstündən keçən körpüdür. Sırxavənd Vəngə dönən yoldur. Burada bir yerdə maşınımızı əylədik. İli baxdıq ki, təsadüfən dərədə bir bulaq var. Sevindik ki, nə yaxşı, nə yaxşı. Döndük bulaq başında oturaq. Gördüyümüz mənzərədən heyrətə gəldik. Hara baxdıq. Gözəl meşəlikdir. Gül gülü çağırır, bülbül bülbülü. Amma bulağın başında zibil zibili çağırır. Niye? Ona görə ki, bizdə hələ o mədəniyyət formalaşmayıb. Baxın. Diqqətlə. Yəqin görürsünüz. Bu bulağın başıdır. Maraqlandım, dostumun birine zəng elədim. Dedim, qardaş, bu tərəflərdə sizin bir məşhur bulaq olmalıdır. Dedi, hə, İlqar müəllim. O bulaq Malakan bulağıdır. Bulağa söz olmaz. Gözəldir, gözəl. Bax, bulaqdır. Amma heyf ki, zibilxana eləyiblər. Olmaz. Yəqin eləyirəm ki, yaxın vaxtlarda yoldaşlar gələcək. Bunların içində cavan da olacaq. Yoxsa mən təmizləyərdim, əyilib təmizləyərdim. Problem deyil. Amma yaxşı olar ki, buranı təmizləyək, təmiz saxlayaq. Ağdərə ki, bizimdir. Demirdiniz Ağdərə. Bu da Ağdərədir. Gözəl Ağdərədir, gözəl. Amma gözəli gözəl saxlamaq, zərin qədrini zərgər bilər deyiblər. Ona görə də elimizin, obamızın yeyib içməyi xoşlayan cavanları, sakinləri bulaq başını belə saxlamazlar. Bax, sənə lazım idi. Tullamısan bunu buralara. Buyur. Oldu, diqqətiniz üçün minnətdarım.